Bir gün xanım Zəhra salamullah əleyhaya gəldilər, dedilər ki, peyğəmbərin halı yaxşı deyil, ağlayır. Bəlkə səni görə biraz aramlıq tapar. Xanım Zəhra cəld gəldi peyğəmbərin yanına və gördü ki, peyğəmbər atası ağlayır. Biraz düzdür, xanım Zəhranı görəndən sonra biraz aramlıq tapdı, amma ağlaması kəsmədi. Yenə də ağlamağına davam elədi. Xanım ağlamağının səbəbini soruşdu ki, atacan, niyə görə ağlayırsan? Dedi, elə səndən əvvəl Həzrət Cəbrail nazil olub bu ayəni mənə gətirdi və məni də ağladan həmin bu ayədir ki, Allah Teala Hicr surəsində belə buyurur ki, İnnə cəhənnəmə ləməu'iduhum əcməin ləhə səbətə əvvabin və likulli babin minhum cüz'un məqsum. Ayənin sonunun tərcüməsi belədir ki, cəhənnəmin 7 qapısı var və hər qapıdan da bir dəstə daxil olacaq. Yəni, hər hansısa bir günah sahibi, bir günah əməlin sahibi o qapıdan daxil olacaq. Qızım, məni ağladan bu ayədir. Deyir, bu ayəni eşidəndə xanım Zəhra salamullah əleyha özündən getdi. Orada olanlar dedilər ki, biz xanımı çağırmışdıq ki, atasına təsəlli versin, amma o da özündən getdi. Getdilər Həzrət Əli əleyhissalamı çağırdılar. O da gəldi, gördü ki, Peyğəmbər ağlayır, ağlamasının səbəbini soruşdu. Peyğəmbər sallallahu aleyh buyurdu ki, bu ayədir mənə ağladan və ayəni deyərkən Həzrət Əleyhisselam da başladı ağlamağa. Hətta o qədər şiddətli, təsirli ağlayırdı ki, az qaldı ki, özündən geçsin və belə bir cümlə buyurdu Əleyhisselam ki, kaş mən bu ayəni eşitməzdən qabaq öləydim. Biz bilirik ki, bu ayə təbii ki, Peyğəmbər və onun ailəsinə aid deyil. Çünki onlar məsum şəxslərdirlər, onlar behişt əhlidirlər, onların məqamı, yeri, məkanı behiştədir. Axı, niyə görə ağlayırdılar? Təbii ki, Peyğəmbərin də, xanım Zəhra salamullah əleyhanın da və Həzrət Əli əleyhissalamın da ağlamasının səbəbi, narahat olmasının səbəbi onların ümmətinin günahkarlarına görə idi. Ümmətin dərdini çəkirdilər, ümmətə görə narahat olurdular, müsəlmanlara görə narahat olurdular ki, bəzi günah sahibləri cəhənnəmin bu qapılarından daxil olub orada cəzalarını çəkəcəklər. Və Peyğəmbər də o qədər məhəbbət, mərhəmət sahibidir xanım Zəhra əleyhissalamda ki, ümmətə qarşı, insanlara qarşı. Onlar istəmirlər ki, heç bir insan Allahın cəzasına nail olsun, Allahın cəzasına duş gəlsin, əzabına layiq olsun. Buna görə öz mərhəmətlərindən ümmətə görə, müsəlmanlara görə, günahkarlarına görə belə narahat olurdular.